Bildiğiniz gibi geldi Ordubat şəhərindəyik. Türkün yurdu Ordubatdayıq. Ordubat çox gözəldir və gəldik şəhidləri ziyarət edək. Allah bu şəhidlərə rəhmət eləsin. Qəbirlərin nurla doldursun. Bunlar hamısı vətən üçün, torpaq üçün, millət üçün, bizlər üçün öz canlarından keçdilər. Ordubatın gözəl yurdu, gözəl evladları, şəhid balalarının ziyarət edərək, önündən keçərək, onlara hər birinə öz dərin təşəkkürümüzü, dərin minnətdarımızı və onlara çoxlu nur içində yatmasını arzu edərək Ordubatın gözəl dağlarını və göstərmək istəyərdim ki, bu şəhidlər bu dağların bu tərəfin özlərində əldə etdilər. Ancaq dağların o birisi tərəfində də bildiyiniz kimi bizim Zəngəzurumuz və bizim digər Azərbaycan şəhərlərimiz yenə durmaqdadır. Biz arzu edirik ki, tez zamanda bu şəhidlərin verdiyi canı bahasında da olsa da biz yenə də mübarizə aparıb dağın o tərəfində Zəngəzurumuzu azad etməyə bir daha çalışacağıq, bir daha mübarizə aparacağıq. Ərazilərimiz gördükcə bir tərəfi Zəngəzur, bir tərəfi İran, Təbriz, bir tərəfi bunlar Azərbaycan deyərdim ki, başdan ayağa öz ölkəmizlə sərhəddədir. Ona görə bu gözəl diyardan hər kəsi salamlayıram. Salamlayıram ki, Ordubat ən gözəl dağlarıyla, hər zaman igidləriylə, dağlarıyla tanınıblar. Bax, gözəl dağlardan gör necə dumanlar qalxır, gözəlliyə bax. Bura haradır? Bura Ordubatdır. Ordubat nədir? İgidlər meydanıdır, Türk yurdudur. Ona görə hər birinizi buradan şəhidlərin qarşısında baş əyərək Ordubatları salamlayırıq. Eşq olsun yurdumuz Ordubada.